Birdən də hədis oxuyum sizə İmam Həsən əleyhissalamdan. Günlərin birində İmam Həsən əleyhissalam, bax elə bugün bu fitir bayramı günündə bir dəstə insanın yanından keçirdi, gördü ki, onlar yəl'abunə və yəzhəkun. Onlar gülürlər və oynayırlar. İndi hədisdə belə gəlib, oynayırlar. Burada oynamaq o demək deyil, durub nəsə oynayasan. Yəni, sən gülmək də başqa cürdə. Bir var, müsəlmanı görəndə təbəssümlə qarşılasın, qəlblər sevinməyi üçün güləsən, insanlar şad eləyəsən. Bu gülmək ayrıdır. Bu gülmək dinimizdə məzəmmət olunmayıb. Amma o bir dən gülmək var. İndi mən o gülməyi sizə burada göstərə bilmirəm. Amma sözünüz bilirsiniz hansı gülmək. O gülməyi dinimiz məzəmmət eləyib. O gülmək saymamazlıqdır. O gülmək, üzr istəyirəm, tərbiyəsizlikdir. O gülmək ədəbsizlikdir. O gülmək düşüncəsizlikdir. Bu həmən gülməkdən söhbət gedir. İmam Həsən əleyhissalam fitir bunu da sizə deyim ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, dəxəltul mədinə və li əhlil mədinəti yevman fihi ma yədhəkunə və yəl'abun. Ağa Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurur ki, mən o zaman ki Mədiniyə hicrət elədim, Mədinə cəmaatının ildə 2 günü var idi ki, həmən günlərdə bunlar oynayırdılar və gülürdülər. Bax, həmən o oynamaq, gülmək. O bəzi xalqlarda da bayramlar var. Görürsən, tökülərlər küçələrə falan. Uzaq şərqdən tutmuş, Hindistan, Kitay, Yapon və s. Ta bütün dünyada xalqların arasında belə özlərinə məxsus olan bayramlar var. Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurur ki, mən Mədiniyə daxil olanda Mədinə cəmaatında ildə belə 2 günü var idi ki, həmən gündə onlar da oynayırdılar, atlanırdılar, düşürdülər. Sonra Peyğəmbər sallallahu aleyhi buyurdu ki, İnnəllaha qəd əbdələkum bihima xeyrə minhuma yevməl fitri və yevməl nəhər. Allah mənim vasitəmlə onların həmən o 2 günü ki vardı cahiliyyət dönəmindən qalma, o 2 günü dəyişdirdi, onlara daha xeyirli 2 gün verdi. Hansı gündür? Fitir bayramı ilə Qurban bayramı. İndi ola bilsin ki, bu qövmdə həmən köhnə adətindən qalıb, İmam Həsən əleyhissalam onların yanından keçəndə gördü ki, onlar yəl'abunə və yəzhəkun fəvəqəfə alə ruusihim. İmam Həsən dayandı onların başının üstə. Keçirdi, dayandı onların başının üstə. Fəqal, belə dedi onlara. İnnəllaha cəalə şəhrə Ramazan midmarən li xəlqihi. Dedi, Allah Ramazan ayın öz məxluqatı üçün, insanlar üçün bir yarış meydanı düzətmişdi, qərar vermişdi. Midmar ərəb dilində yarış meydanını deyərlər. O yarış meydanı ki, orada insanlar ya ox atarlar, yarışarlar, ya at sürərlər, qədimdə yarışırdılar, ya qaçışla yarışır. İmam Həsən əleyhissalam buyurur ki, Ramazan ayı bir yarış meydanı idi ki, Allah onu insanlar üçün qərar vermişdi. Fəyəstəbiqun fihi bitaatihi ilə mərzati. Qurban olmağa kəlamı var. Deyir, insanlar Ramazan ayında yarışarlar Allahın itaəti ilə onun razılığına çatmaqdan ötürü. Fikir ver, gör, nə gözəl sözdür. Necə ox atırsan bir hədəf olur, oxu atırsan, ox vasitədir. Yarışı o təyin eləyir də, ox üzrə yarış. Atır və yaxud qaçış üzrə yarış. Bir dənə də nöqtə olur axı, hədəf, ora çatmaq. Gör, ağa nə buyurur? Buyurur ki, Ramazan ayı bir yarış meydanıdır. Orada bizim vasitəmiz daha ox yox. Allahın itaətidir, hədəf də mərzatillahdır. Allahın razılığıdır. Görək, kim Allahın itaəti ilə bu ayda yetişdi o hədəfə, o Allahın razılığına? Kim çatdı? Ona yarışmalıdır insan. Onun üçün məşq eləməlidir insan. Ona hazırlaşmalıdır insan. Ağa buyurdu, həmən bu adamların başı üstə dayanıb İmam Həsən buyurur. Fəyəstəbiqunə fihi bitaatihi ilə mərzati. Fəsəbəqə qovmun fəfazu. Ağa deyir, bəli, bir dəstə insanlar bu yarışda qələbə çaldılar. Və qəsura axarun fəxabu. Amma bir qisim insanlar isə məyus oldular. Uduzdular. Fəl-əcəb kullul-əcəb. Sonra ağa buyurdu, təəccüblüdür, çox təəccüblüdür. Min zahikin laibin fil yevmilləzi yusabu fihil muhsinun və yuxsaru fihil mubtilun. Ağa buyurur ki, çox təəccüblüdür ki, belə bir gündə siz qəhqəhə çəkirsiniz, gülürsünüz, oynayırsınız. Halbuki bu gün elə bir gündür ki,
atasının sözünü deyir. Bugün elə bir gündür ki, bu gündə muhsinlər, yaxşı işlər görənlər savab qazanarlar və bu gündə batil işlər görənlər isə xəsarətə uğrayar. Və eyyumullah, sonra İmam Həsən dedi, and olsun Allaha, lav kuşifəl qita, əgər pərdələr götürülsəydi, lə'alimu, onda insanlar bilərdilər ki, ennel muhsinə məşğulun bi ihsani, insanlar o zaman yaxşı iş görənlər, muhsinlər, o dərəcəni qazananlar öz ihsanları ilə məşğuldular. Yaxşı iş görənlər öz yaxşı əməlləri ilə məşğuldular. Vəl musi məşğulun bi isaəti. Amma pis iş görənlər də elə öz pis işlərinə davam eləyirlər. Sümmə məza. Sonra İmam Həsən bunu deyəndən sonra yoluna davam elədi.